Milana xanım, normal aktivlik yoxsa diqqət əksikliyi və hiperaktivlik pozuntusu? Bunları bir-birindən necə ayırd etməli? Diqqət əksikliyi və hiperaktivlik pozuntusu ilə normal aktivliyi ayırd etməkdə valideynlər bəzən çox çətinlik çəkirlər. Bunun üçün gəlin bir neçə məqama diqqət yetirək. İlk başda onu qeyd etmək istərdim ki, diqqət əksikliyi və hiperaktivlik pozuntusunun əlamətləri özünü 3 yaşda göstərməyə başlayır. Burada əsas şərt uşağın bütün situasiyalarda aktiv olmasıdır. Evdə, məktəbdə, ticarət mərkəzində, qısacası hər yerdə. Növbəti əsas əlamətlərdən biri isə uşağın sevdiyi fəaliyyətdə belə diqqətinin çox tez yayılmasıdır. Növbəti əlamət isə təlimatları izləməkdə çətinlik çəkməsi və qeyd etdiyim digər əlamətlərin ən azı 6 ay davam etməsi valideyn üçün siqnaldır ki, bu normal aktivlik deyil. Diaqnostik qiymətləndirmə üçün klinik psixoloq və ya psixiatra müraciət etməniz tövsiyə olunur.